Değerli və əziz xərçəng bürcləri, sizlər üçün mən 10-cu ayının proqnozunu söyləyəcəm. 10-cu ayda sizi nələr gözləyir? İlk öncə bunu söyleyeyim. Ayın 1-i, 2-si, 3-ü, 4-ü, 5-i və 10-una qədər, yəni biraz ehtiyatlı olun. Ola bilər kimlərsə xoşa gəlməz nələrsə danışar, deyər, könlünüzü açmaz bu. Olan olmazı danışarlar. Ola bilər bir çox adamlar, məsələn 1-2 nəfər, 3 nəfər bir çox adamlarla sizin haqqınızda danışar. Bu qrupda ola bilər, çevrədə ya kollektivdə olmayan, olan və ya olmayan bir sözü danışar, müzakirə edərlər. Ola bilər sizin geyiminiz müzakirə olunar və yaxud siz nəsə alarsınız özünüzə. Məsəl üçün tutalım, telefon almışsınız və yaxud da hansı bir aparatura bunu müzakirə edərlər və bu da sizin xoşunuza gəlməz. Əsas odur ki, çox diqqət yetirməməlisiniz bunların boş-boş danışmaqlarına və dəyərli xərçəng bürcləri, sizlər üçün qaranlıqdan işığa gedən yol görünür. Bu asanlıqla tez həmən olmayacaq, amma yavaş-yavaş məsafə olacaq. Məsəl üçün bir günə həllini tapırsınız bir işin, bir də var ki, bu işin həllini 3 günə, 4 günə tapırsınız, amma olacaq. Xərçəng bürcləri üçün ümumiyyətcə çətinlikdən çıxmaq çıxır. Sənəd işi çıxır, nəyəsə imza atmaq. Ola bilər siz qərar verərsiniz, əmlak, torpaq, ev alqı-satqısına və yaxud siz ola bilər qərar verərsiniz ki, məsəl üçün mən bu əmlakı filan əmlakla dəyişirəm, transfer çıxır. Satmaq da deyil, transfer. Filan kəslə filan şeyi barter edirəm, filan əşyanı. Və siz xərçənglər üçün tanışlıq çıxır. Amma tanışlığa qədərini saxlayıram indi. Və siz xərçəng bürcləri ayın 3-ü, 4-ü, 5-i, 6-sı, 7 olan yerdə, cəmiyyətdə ya sosial şəbəkə olsun, ya sosial şəbəkədə olsun, hər hansı bir Instagram, TikTok və yaxud bu yolda olsun və yaxud harasa məclisə çağırsınlar. Bu hardasa adamlar içində ola bilər, siz kimsə bəyənərsiniz və yaxud sizi çox bəyənərlər, amma sizin ürəyinizcə də olar və çox maraqlanarsınız o şəxslə. Ümumiyyətcə ayın 14-ü, 15-i, 16-sı, 17-si nəyəsə qərarını verəcəksiniz. Artıq mən bu işi atıram, artıq mən bu işi etməyəcəm. Buna razılıq verirəm, digərini istəyirəm, seçim edəcəksiniz. Amma bu sizin xeyrinizə olacaq və uşağı, övladı olmayanlar, ola bilər övlad sahibi olanlar. 17-si ümumiyyətcə sizin üçün yəni çox təəccüb edəcəksiniz. 17-sinə, 19-una, 21-nə nəsə xəbər eşidə bilərsiniz ki, ola bilsin uşaqlar olacaq və yaxud anidən eşidərsiniz ki, kiminsə toyudur, düyünüdür, siz də dəvətlisiniz. Və ümumiyyətcə 21-dən sonra siz xərçənglər üçün 3 etapa böləcəksiniz həyat qrafikinizi. Köhnəni atırıb, sevgiyə aid, sevdiyim şeylərlə məşğul olacağım, sevdiyim insanı görəcəm və yaxud buna diqqət yetirəcəm və məqsəd qoyacaqsınız qarşınıza. Ümumiyyətcə özünüzə disiplin qoyacaqsınız siz xərçənglər. Ola bilər kimlənsə səyahətə çıxarsınız ayın sonu, harasa gedərsiniz və orada da özünüzün biznes işiniz haqqında və yaxud öz sənətiniz üzrə işiniz haqqında danışıqlar gedər. Rituallar etməlisiniz. 21-i. Ümumiyyətcə xərçəng bürclərinə rituallar çıxır. Siz özünüz üçün rituallarda etmiş olarsınız, edə bilərsiniz. Hansısa rituallara əl atarsınız, bu ruzu üçün olsun, bu sevgi üçün, eşq üçün. Amma sizə çox yaxşı düşərli çıxır. Yəni bu sizə çox da yaxşı düşər. Əsas odur, dəyərli xərçəng bürcləri, sağlığınıza diqqət edin. Əsas sağlıqdır və mən sizə bol şanslar arzu edirəm, dəyərli xərçəng bürcləri. Heç zaman sıxıntıda olmayasınız.